O deyir nə fəzilət? Fəzilət. Deyir bu məsələn vacib deyildi ki, sədaqə verilmək. Müstəhəbb idi. Uzağı Əli müstəhəbbə əməl eləyib. Müstəhəbbə əməl etmək üstünlük deyil ki. İbn Teymiyyə çox təəssübkeş bir insandır. Həddən artıq təəssübkeş və nasibidir. Buna şəkk şübhə yoxdur. Əhlüsünnə alimlər özləri də etiraf ediblər. Deyir ki, bu həmin məsələni gətirir ki, Nəcvə ayəsini qəbul edir. Deyir, bəli, Əli verdi sədaqəni. Əmməl-ləzi səbətə fəhuvə ənə Aliyyən təsəddəqə və nəcə sümmə nuxsxətil ayə qəblə ən yə'mə biha qeyruh. Bəli, bu doğrudur. Lakin bu fəzilət deyir. Görürsünüz. Bunun metodu bu cür idi də Etibar müəllim. Nə qədər mümkün idisə, gəlib deyirdi ki, bu hədis uydurmadır. Qəbul edir. Hətta Qədirxum hədisi belə. İkinci hissəsini məxsusən deyirdi, bu uydurmadır hədis. Əgər bacarmırdısa, gəlib deyirdi ki, bu ki fəzilət deyil. Bu ayə bu kimi. Əgər bunu da bacarmırdısa, gör axı fəzilət deyil. Bu nə olsun? Sahabelərdə də, başqalarında da var idi. Bu indi həmin ikinci metoddur. Səhihliyin qəbul edir, doğrudur, belə şey olub. Əli yalnız buna, o deyir nə fəzilət? Fəzilət. Deyir bu məsələn vacib deyildi ki, sədaqə verilmək. Müstəhəbb idi. Uzağı Əli müstəhəbbə əməl eləyib. Müstəhəbbə əməl etmək üstünlük deyil ki. Baxın bu həmin bu fəzilətdir bu. Quran ayəsinə əməl eləyib. Bunu fəzilət kimi də zikr eləyib. Həzrət Əli əleyhissalam özünə nisbət verir. Amma Əlidir buna görə.